Gərginlik təbii ki, sənətdə çatır, çünki axırıncı raunddur. Yəni tutur, görürsünüz, Azad tutur. Yəni bu fənlərə anlatmasa çağırsa çox çətin olar. Azad Nazimoğlu açığı, yəni hər şey bir yana qalsın, sırf 12-ci raundda bu cür döyüş sərgiləməsi, bu cür aktiv döyüş sərgiləməsi mənə gəlkən bu idmançının həm psixoloji, həm fiziki keyfiyyətlərindən xəbərdir. Və beləliklə, əziz tamaşaçılar, 12 raundluq döyüş sona çatır. Hakimlərin yekun qərarı maraqlıdır. Necə olacaq? Hakimlər hansı idmançını qalib elan edəcəklər, amma hər halda bizim fikrimizcə bu Azad Nazimoğlu olacaq. Çünki Azad 12 raundluq döyüşü yüksək səviyyədə keçirməyə bacardı. Kəmər artıq IBF Avropa təmsilçisi Cənab Montenegronun əlindədir. Və bəli, və o həmin kəməri Azada təqdim edəcək. Çünki Azad Nazimoğlu bu görüşdə qələbə qazanır. Daha bir qələbəsini rəsmiləşdirir. Təbrik edirik Azadı və bütün Azərbaycan xalqının bu qələbə münasibətilə, çünki həqiqətən də böyük bir qələbə, böyük bir uğur əldə olunur. Əziz tamaşaçılar, minnətdarıq, çox sağ olun ki, bu dəqiqə Yaşar Niftəliyev də artıq ekranlarda görürük. Yaşar Niftəliyev də təbrik edirik. Yaşar müəllim, sizə öz təşəkkürümüzü bildiririk studiyamıza gəldiyinizə görə və görüşü şərh etməkdə bizə etdiyiniz köməkliyə görə. Çox sağ olun. Çox sağ olun. Yenidən peşəkar döyüşləri izləmək ümidi ilə sizdən ayrılırıq. Sağ olun. Salamat qalın.